Qardaş, maşınımı vurdular, əzdilər, cırıq-cırıq elədilər, dayandım. Allah o yan bu yan cırt-pırt gördü zəyənik. Cırdım, dağıtdım ağızlarını. İndi heç biri qorxularından mənə yaxındıra bilmirlər. Yüngülvari bir dənə normal özümə 2.7 qardaşım CDI dizel motorla Panoramanın arxası yekə olan maşını götürmüşəm ki, evim eşiyim yoxdur da qardaş. Açım sidenkaları maşının içində rahat yatım. Deyəsiz ki, bu pulu hardan tapmısan? Qardaş, bizim də olsun da arxamızda bir 5-dən, 3-dən, 15-dən yığılan maşınlarım vardı, hamısı köhnə maşınlarım. Sağ olsun, maaş ustaya dedim, xurda maşınların hamısını satdım. Biraz köməklik, dəstək göstərdilər. Özümə belə bir dənə 2.7 Herkese selam arkadaşlar. Bu videomu paylaşmam için ben Malik Bedolov onunla editleyeyim, yani biri paylaşacağım. Ruh Şəmin onun adı ilə bir senaryo çıxanda belə adlar var da Ruh Şəmin kanalında şimdi birini paylaşmışam. Şimdi öz səhifəsində də paylaşıram. Video çəkib. Buna baxın, like atın. Şey maşın videoları çəkmək istəmirəm. Belə istəyirəm oğlum. Baxın, like atın. Sizə soru istəmirəm. Bir də abunə olayım. Bir də mənim kanalıma da abunə olun. Bu onun səhifəsinin adını indi aşağıda etkiləyəcəm. Videonu paylaşanda baxarsınız. Davam edək. Rahatlaşsın da. İndi mən bununla en azından yükdən zaddan daşıyaram, pul qazanaram, taksi işləyərəm, nəsə eləyərəm qardaş. Bir iş görərəm də, düzdür? Köhnə BMW həm rasxod idi, həm qardaş benzini çatdırmaq olmur da. Dizeldir qardaşım, dizel. Özdə yəni basırsan, 7-dir ya, çəkir apar, düzdür, 12 qədər. Davam canım, like atın. Bunun səhifəsinin 2 kanalı var. İçində də belə videolar paylaşır. Pilot Şəmin haqqında video paylaşır. Bu həqiqi varlı adamın həyatlarını paylaşır. Bir yazıb bir varlı da. İndi olan adını seçəcəm aşağıda o ikisində. Birinci öz həqiqi kanaldır. Pilot Şəmin öz həqiqi kanaldır. İkisi də həqiqi kanaldır. Baxarsınız, like atarsınız. Devam Maşınım budur ya qardaşım, mənim maşınım budur. Mercedes qardaş, üstə gəl, rahatçılıq, komfort, arxası da mənə lazım olan ev kimi. İnşallah ki bu kənddə burada özümü qalxızmağa çalışacağam, nəsə eləməyə çalışacağam ki, buralarda tanınım. Əvvəlki vəziyyətimə qayıdım. Düzdür, hələ ki araşdırma aparıram. Keçən dəfə buradan Mercedesi, o lüks Mercedesi necə atdımsa sən öl, cırıq-cırıq oldu. Ay Allah, bu nədir? Ay qaqam, bu nədir? Göydən çıxıb bu. Yəqin maket satdı. Buralar da qəribə şəhərdir. Yuxarıda hologram zad var. Nəsə heç xoşum gəlmir buralardan, amma dedilər ki, biraz pul əgər qazanmaq istəyirsənsə, buralar yeridir. Nə bilim, nəsə eləməyə çalışacağam da. İnşallah ki, gəlib mənim mazgimi uzadımı xarab eləməzlər. Gündüzün günorta vaxtı bir nəfər belə olmur da, yəni axşam oldu, qardaş, hırraxana düşür da burada. Hamısı varlılar, töküşürlər ortalığa. Nə bilim, qaqaşlar kim, bahalı maşınlar kim, özüm ölüm. Düzdür, yəni ad qoymuşam buralarda, adsan qoymuşam da, qorxurlar hamısı məndən. Yəni et kimi qorxurlar. Düzdür, bu maşınla bilmirəm, qorxacaqlar, qorxmayacaqlar, yəni tanımırlar da, qardaş. Balıqçı deyiləndə ki, buradan qorxulur da, yəni. Qorxulmaq lazımdır, qardaş. Mən özümə bir dənə yer tapım. Qaqa, mənim yerim buradır. Bax, bu zibilliyin yanı mənim yerimdir. İnşallah pulum olar, buraları qəşəng bir dənə obyektdən zaddan dişdirərəm. Nəsə bir şey iş görməyə çalışaram da. Başqa cür, yəni, qardaş, yəni başqa cür mümkün deyil. Mən qalxmalıyam, qardaşım. Bu nə olur olsun, qardaş. Yəni mən əvvəlki işimə qayıtmalıyam. İndi bilmirəm hardan başlayacağam. Nətər başlayacağam, necə başlayacağam. Bu varlı məhəllələrdə, yəni olur da, zibilliyin içinə qızıldan eşitdiyimə görə atırlar, nəsə düşür. Bunlar sındırırlar, xuruslar zada atırlar oraya. İndi o detalları zada hamısını yığıb özümə bir şərait qurmağa çalışacağam. Bunların hər şeyi var, qardaş, sınanda atırlar. Mən də indi o bahalı şeylərdən götürüb istifadə edib nəsə özümü gəlişdirməliyəm. Başqa cür mümkün deyil, yəni qardaşlar, başqa cür mümkün deyil. Alo,
Allah bəli qardaşım. Gəlirəm, narahat olma. Bircə dəqiqə oradayam. Gözlə görüm bir də səbirli ol. Qaqam burdadır da. Davay gəlirəm. Bir dəqiqə oradayam. Səbirli ol, gəlirəm yaxşı. Düz dünənləri bir dənə dönərin üstündəyəm qardaş. Dünənləri yediyim bir dənə dönərin üstündəyəm. Mənim mədəm təmiz pis şuna qalıb qardaşım. Mənim mədəm həqiqətən də pis şuna qalıb. Qabaqdan McDonald's-dır nədir onunla var. Yeyə bilmirəm. Nə pulum yoxdur mənim qardaş. Mən niyə balıqçı olaraq bu vəziyyətə düşdüm axı? Mən niyə bu vəziyyətə düşdüm qardaş? Bu niyə mənə baxır beləsinə? Baxıb gülür. Telefonla danışa. Qaqa, burada fərqli maşınlar var düzdür. Yəni buranın maşınları üçün köhnədir. Amma pis deyil ha. Hara baxırsan, nə olub? Bunlar deyəsən mənim adımı sanımı elə yaxşı bilməyiblər. Qaqaş, biz balıqçıyıq. Allah balıqçı heç kim yan gözünə baxa bilməz. Sənə bundan sonra heç kimə özümü yedizdirməyəcəm. Nə kimsə mənə söz deyə bilər, nə də artıq əskiz nəsə buyura bilər də. Yəni bundan sonra hər şey takuşdu, yerli yerində olacaq. Qaqam, səbirli ol, bir dəqiqə oradayım. Mal arxandayım da, bayaqdan özünü öldürürsən ki, gəlib çata bilmirsən. Düz arxandayım qardaşım. Gəl gir içəri görək nə danışsan, nə qarsan, nə edirsən, nə eləmək istəyirsən məndən. Mənə durub rayondan çağırtdırıb bura ki, gəl söhbətimiz var. Allah əmi oğlu gəl çıx da səndə də sözüm ölüm. Səni düz bura gətirənə qədər ürəyim sıxıldı. Dostlar, mənim gül kimi BMW var idi, M4'üm var idi qaqaş. M4 pasledinlərindən var idi. Vurdum onlar elədi bu adam. Balıqçıdır kimdir? İndi onun üçün bir şeylər planlaşdırmışam. İnşallah ki, onu bizim məhəllədən qovalamaq üçün əlimdən nə gəlirsə hamısını eləyəcəm. Bütün hamımızı vurub mundar elədi, bütün maşınlarımızı dağıtdı, biz şuna qoydu. Biz sənin üçün nəyi ya? Oyuncaqzadı qardaş, biz elə belə adam deyil. Gəlin görün buraq. Əmoğlu, bir dənə səndən yüngül var işim var. Allah telefonda dayanmır sırası. Gəl görün bura. Dostlar, biraz xəstəyəm ola bilsiniz, səsimdə problem yaransın. Hələlik baxın da yəni. Başınızı qatın. Ona görə bir iki gündür videoza çəkə bilmirəm. Bilmirəm bu qrip nədir. Yayılıb da yayın bu vaxtında qrip nə gəzir mənə çatmır da yəni. Əmoğlu, xoş gəlmisən. Səndən yüngül var işim var. Özümüz eləyə bilmirik də. Burada da ən ucuz maşın sənin maşınındır. Durub da bir dənə raskoda düşmək istəmədim də. Durub bir dənə ucuz maşın alıb gətirmək istəmədim. Hamı orada zibilzada transport maşınlarda zibil atanlar. Yəni istədim ki, imenini sən eləyəsən bu məsələni. İndi başa salacağam sənə. Əmoğlu, nədir? Nəyə çağırmısan məni? Sən canı bir nəfəri yola verə bilmədi Zaki burada. Eşitdim xəbərlərdə belə baxdım. Sizin ağzınızı cırıb, nə qədər maşını məhv eləyib, ki o. Siz nəyə yaşayırsınız, qardaş, siz nəyə yaşayırsınız? O boyda dayı deyirdilər, Prado ilə gəzirdi, Lexus'la gəzirdi, özüm bilmirəm. Ağızların cırıb, bir nəfər kasıb adam, bütün hamımızın ağzını cırıb. Əmoğlu, sən səbirli ol da, səbirli ol göründə onun başına nə oyun gətirəcəm. Sən elə bilsən biz heç nə bilmirik, biz heç nə eləyə bilmərik ki. Deməli, səndən bir xahişim var. Mən sənə zibil verəcəm, zibil. Onu aparıb atasın zibil qabına, qardaş, ondan sonrasın, yəni, məndən soruşmada çıx get işinlə məşğul ol. Sən canım, ona görə çağırmısan məni. Mən o boyda yolu basa-basla gəlmişəm ki, səni zibili batam. Məzələrsən məndən sən. Allah, əmoğlu, yox da, indi problem yaranacaq. O zibilin içində bəzi şeylər var. İstəyirəm ki, o şeyləri götürsün həmin adam. Ondan sonra onun başına oynatmağı, yəni bilirəm nə olacaq, nələr baş verəcək. Dostlar, ən ucuz maşın sənin maşın deyə məcburiyyətdən sənə çağırdım bura. Həm də sən yaxın idin da. Burada uşaqlara nəsə bir dənə söz buyursan heç biri eləmir. Mən də səni yaxın bilib çağırmışam. Sənə xeyri olacaqsa eləyim qardaşım. Sənə xeyri olacaqsa eləyim. Ver mənə görüm. Yaxın gətir görüm nə verəsən mənə. Yavaş ol. Buna mırıltıdır, buna mırıltıdır. M6'dır qaqam bu. Oğlu M6'dır, M6. Canavar deyə canavar. 4 dözdə. Gələ bu zibili qardaşımsan. Aparatora qalanı özüm həll eləyəcəm, yaxşı. Tamam oğlu, ver mənə görüm, qoyun bura. Yavaş. Şimdi bir dəqiqə qapımı aparacağıq. Gedirəm onda atım, sənə xəbər eləyəcəm, yaxşı. Deməli dostlar, ola bu hara getdik da lan. Tamam oğlum, mən bu zibili atım, sənə xəbər eləyəcəm. Görək sən onun başına nə oynasa bilirsən. Qaqam, yəni deyilənə görə konkret güclü adamdır, əlinin gücü var. Ola bütün maşınları cırıq elib. O boydan Maybeki dağdan aşağı atıb, körpüdən aşağı atıb. Dəlidir, sən öl dəlidir, bu heç kim bata bilmir buna. Bir gündə bütün məhəllə tanıdı bunu, özüm önüm. Neyse, gedək görək nə varıq, nə yenirik. Bir dənə zibil də atım çıxım gedim də. Vəzimə də deyir bu kimdir, nədir, nəçsidir. İşi olmayandan sonra mənim kimləsə nə işim var, qardaşım.
Düzdür, düz deyil. Mən kimləsə işim olmayandan sonra mənə nə qara bilər bu? Axşamınız xeyir dayı, axşamınız xeyir. Zibilə at görüm bura. Mama attım zibilə attım. Tacı rahat ola bilərsən davay. Ala qardaşım mama nədir? Ala əmi oğlu deyə bununla danışam. Mama nədir? Qaqam nağarım onun yanında deyim əmi oğlu attım zibili. Mən sənərsən sən nəysə attım həll elədim. Davay qalanı özün nağarsan versən elə. Sən can mənlə işin olmasın. İşim gücüm var. Gedirəm işə davay, gecikirəm işə. Getdim. Deməli dostlar bu Insight nədir? Honda Insight qəşəng maşındır sən. Getməyinə də gedir ha. Hoppa, girdik bir dənə araya reski sağ sol. Qaqam bir də iri qlovka versin bundan da. Qaqam pis getmir ha, amma pis getmir. Hop, bir də reski sağ sol elədin, qaldırdın 2 dəqiqə görə qalxacaq. Hoppa. O da bak böyrü dağıldı ki maşının. Alo. Reis buralarda yoktu axı bu adam. Aha yo buralardadır buralar. Tamam. Gözlə görək bura bir dənə eski düşürəm, zibil atıram və bu adamı araşdırmağa başlayıram. Ola deyə başladılar, gəldilər yavaş yavaş vəhşilər. Qaqaların maşınlarına bax, hamısı Passat, BMW, Mercedes, nə bilim ala, Jeep. Hələ bir dənə maşın sürür. Salam aleyküm dayı. Köməkli eləyə bilərsən zəhmət olmasa. Qardaş, nətər olur bu adam? Mən bu adamı burada götürdürəcəm. Bizdən başqa kimsə nəsə at oynada bilməz. Başa düşdünüz məni? Qardaşım, başva dönər amay müdür, başva dönər amay müdür. Həll eləyərsən sən, heç narahat olma. Mən heç narahat olmuram şəxsən ki, yəni bu məsələ məncə həll olunacaq. Sən əlva atmısansa bu məsələyə, yəni qardaş bu məsələ həll olunmalıdır onsuz da. Ay soğul balaba, ay soğul beləsinə danış, gələ məndən sənə 100 manat hədiyyə qardaş. Sən beləsinə məni təriflə, qardaş. Mən sənin maaşını veçini yaxşı verəcəm də. Çünki bilirsən də mən elə belə adam deyirəm. Elə mən elə belə adam deyirəm. Mən buralarda normal adı sana olan adamam. Yəni mən dedimsə bu olmalıdır, qardaş olmalıdır da, başqa cür mümkündür. Qadan alım. Hərdə durub ki bu? Burada durub. Mənim adamımdır bu, mənim adamımdır. Dünən köna gəlsin o zibilə atsın. Gördün atmadı. Başda ondan prinsip höcət aparmağa. Yəni konkret onun başına problem yaratdı. Başa düşdün məni? Ay bu dayı yenə gəlir bura. Əcəb gəlmədi. Çıxdı getdi. Müdür həll eləyəcək, sən heç narahat olma. Məncə həll eləyəcək bu qaqaş. Yəni mən bu adamı çoxdandan tanıyıram. Yəni birbaşa bunun sözü, yəni qanundur da, kəlmə. Tamam uşaqlar. Birinci kanalı Malik Bədalovun şeyini göstərdim. Baxın Malik Bədalov. Bu birinci kanaldır. Lotuş Şəmi. Bu da onun ikinci kanalıdır. İkinci kanalıdır. Buna da like atın, abone olaq, yorum yazaq. Daha. Lotuş Əmi. Gördünüz. Videomuzda bura qədər sonsun da bəsdir. Davam elədik. O birisi videolarda görüşənə qədər. Şimdi bunu ataram. Axşam, bəlkə indi axşam cavab olur Lotuş Əmi kanalında. Baxırsınız sizdə, mən də ataram. Sağ olun, salamat qalın. Görüşənə qədər.